hansı üsulları, nəyi öyrənirdimsə mən şəxsi inkişaf yolunda, hamısı görürdün ki, səni pozitivliyə, yüksəlməyə, o yüksək emosiyalara öyrədir. O negativlərin necə sənin özünə zərər törətdiyini öyrədir. Və təbii ki, bunlar hamısı gəlir yüksələ-yüksələ təşəkkür hissinə, sevgi hissinə. Bunlar hamısı gəlir yaradıcı ilə əlaqəni qurmağa, güvəndə olmağa. Minlərlə insanlar güvəndə deyirlər, güvəndə yaşamırlar. Onlar qorxurlar başqalarından, qorxurlar ki, bax bu döngədə onların başına nəsə gələcək. Niyə? Hardandır bu qorxu? Bəyəm sən Allahla deyilsənmi? Bəyəm Allah səninlə deyilmi? Nədən qorxursan? Minlərlə insanlar din yolunu gedir, Allah yolunu gedir. Amma baxırsan danışıqlarına ancaq qınaq, ancaq qeybət, ancaq etiraz. Narazıdırlar bugünkü zamanədən. Telefonlar bizi pozacaq, internet bizi pozur. Narahatdılar, daimi bax bu çeşitli qidalar, bax bu zərərli bir məhsullar, bax bu zərər, ziyan hamısı. Allahın bunlardan xəbəri yoxdurmu? Niyə bu insanlar vəhşiləşibdir, insanlar bir-birini, qardaşı öldürür, nə bilim, o birisi bu birisini bıçaqlayır, pul, hər şeyin günahkar pul, hər şey pulun başında. Başqa nəyi günahlandıracaqsınız, başqa nədə səbəb tapacaqsınız? Hardandır bunlar hamısı? Çünki daxili güvən yoxdur. Əsl inanclı birisinin güvəni olmalıdır. Güvəni olmalıdır ki, Allah bilən məsləhətdir. Güvəni olmalıdır ki, hər şey yaxşı olacaq. Amma baxırsan, yox. Baxırsan, bu boyda bir göz muncuğunu vurubdu divara. Nə bilim də bu Allah yazılı olan saatı qoyubdu ora. Hələ dayan deyir. Dayan, hələ daha pis olacaq. Bu məmurlar, bax, bu deputatlar, bax, bu şeylər hamımızı yeyib talayacaqlar. Hamımız qırılacağıq. Hamımız. Hər şey əlimizdən alacaqlar. Sən baxırsan, bir daha sənə müraciət etməyəcəm. Gəlmişdim ki, dişimə baxasan, sən getdin, hara çıxdın, qardaş, belə olmur axı.